Mənlə də yəni bildim ki, Qarabağdan maraq var. Təbii ki, klubla, Portimonense məşğul olduğum klubla danışdılar və təbii ki, araşdırdıq. Yəni hər şey gördüm ki, ürəyim gedir və qərar verdim bura. Mən də arzularımdan biri həm çempionatı qazanmaqdır, həm də mümkün olduğu qədər daha çox qələbə qazanmaqdır. Qarabağın ümumiyyətlə bu transferə yanaşması yəni tam fərqli idi. Yəni həqiqətən müntəzəm mənlə danışıqlarda, kontaktda idilər və həqiqətən gördüm ki, klub məni istəyir. Ona görə də mən də yəni seçimi Qarabağda saxladım. Değerli izleyiciler, bildiğiniz gibi Güray balamızı bir neçə ayda ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.